Salam, əziz və hörmətli izləyicilər, axşamınız xeyir olsun. İnsan orqanizmi biolojik olaraq iki hissəyə ayrılır. Su və quru maddələr. Quru maddələrimizin əsas hissəsini sümüklərimiz təşkil edir. Sümüklərimizin tərkibinin 66% kalsium karbonat, 33% P2O5 fosfor, 0,7% natri xlor, geriyə qalan elementlər isə makro mikro elementlərdir. Bizdə əgər tərləmə, yorğunluq, protuziyalar, beldə qrıja, dizdə, oynaqda, baldırda, kalçalarımızda, çanaqda sümük yeyilməsi xəstəliklərimiz varsa, bizdə çatışmayan element kalsiumdur. Kalsiumdan istifadə edərək biz sümük əriməsi problemlərini kökündən həll edə bilirik. Kimdə bu hallar varsa, bizə müraciət etsin, biz ona kömək edək.